8-ci fəsil. Zəng. Ailə sadəcə bizimlə eyni qandan olan insanlar deyil, bizim dərdimizə və sevincimizə şərik olanlardır. Səncə o mənim məktubumu oxuyacaq, biz onun qəlbinə yol tapacağıq? Zinfirə xanım ümidlə ərindən soruşdu. Mütləq. Ona sadəcə vaxt lazımdır. Onun Adilə necə bağlı olduğunu bilirik. Kaş o gün maşını onlara verməyəydim. Vaqif bəy ağrı acı ilə dilləndi. Zema xanım gəlib ərini qucaqlayıb dedi. Sən axı hardan biləydin? Heç kim günahkar deyil. Bu qismətdir, taledir. Kaş ki biləydin necə darıxmışam. Hamımız darıxmışıq, deyə Zema xanım cavab verdi. Otaqda hökm sürən sükutu telefon zəngi pozdu. Zema xanım mobil telefonunu götürməyə tələsdi. Qəribədir, qapalı nömrədir. Allah xeyir versin. Alo? Telefondan Zema ana kəlməsi səsləndi. Qalib, oğlum, həqiqətən sənsən? Qadın inamsızlıqla pıçıldadı. Allaha şükür zəng etdin. O dərhal gözlərindən axan yaşları silərək qışqırdı və dərhal əlavə etdi. Yaxşısan? Söhbəti eşidən Vaqif bəy dərhal həyat yoldaşının yanına tələsdi. Məni bağışlayın, Qalib dedi və bir qədər fasilədən sonra davam etdi. Belə yoxa çıxmamalıydım. Gözünüzün içinə baxa bilmədim. Bu qəzadan qaçmaq üçün bir şey etməliydim. Bacarmadım. Sizin qarşınızda özümü çox günəhkar hiss edirəm. Qalib Elmanoğlu, mənə diqqətlə qulaq as. Zenfirə xanım birdən şikayətlərə dözməyən tonda danışdı. Bir şeyi başa düşməyini istəyirəm. Heç nə edə bilməzdin. Adili itirmək hamımız üçün ağrılıydı və onun ölümündə hamımız özümüzü günahkarlandıra bilərik. Mən sizi o məclisə buraxdığım üçün özümü, Vaqif sizi taksiyə mindirmək əvəzinə maşın verdiyi üçün, sən isə sehirli çubuq yəllədərək maşını havaya qaldırmadığına görə, bir sözlə, özümüzü bütün bunlara görə qınaya bilərik. Lakin fakt elə fakt olaraq da qalır. Heç birimiz heç nəyi dəyişə bilməzdik. Qarşıdan gələn maşının sürücüsünün avtomobili sürərkən infarkta keçirəcəyini və bunun Adilin həyatı bahasına başa gələcəyini heç birimiz qabaqcadan görə bilməzdik. Hamımız onun üçün çox darıxırıq, amma biz bir ailəyik, güclü olmalıyıq, bir-birimizi dəstəkləməliyik və mənasız yerə özümüzü günahlandırmağı dayandırmalıyıq. Ona görə də özünü üzməyəcəksən, özünü ələ alacaqsan və zənglərimə cavab verməyə başlayacaqsan. Ay oğlan, sən hər şeyi başa düşdünmü? Bəli, xanım, Qalibin səsində təbəssüm eşidildi. Oğlum, Vaqif bəy telefonu həyat yoldaşının əlindən alaraq dedi. Bilirsən də, o butonda danışanda onunla mübahisə etməmək daha yaxşıdır. Bilirəm, Vaqif əmmi, mən mübahisə etmirəm. Necəsən oğlum, xidmət necə gedir? Gəlmək istəyirdik, bizə icazə verilmədi. Hər şey yaxşıdır, bura kiminsə gəlməsinə icazə vermirlər. Amma ola bilsin ki, gələn ay mənə bir neçə gün məzuniyyət verərlər və o zaman mütləq gələcəm. Səni səbirsizliklə gözləyəcəyik. İndi isə mən getməliyəm, amma təkrar zəng edəcəm. Mən sizi çox sevirəm. Həm də nə yaxşı ki varsınız. Özünü qoru oğlum. Telefon rabitəsi kəsilməmiş, Zenfirə xanım cavab verdi və sevincdən çarəsiz halda stula çöktü. Sənə demişdim axı zəng edəcək, deyən Vaqif bəy həyat yoldaşını qucaqladı. Kim zəng edəcək? Samirə kəpənək kimi çırpınaraq otağa uçdu. O, işdən evə elə indicə gəlmişdi. O, Zenfirə ana kimi məktəb müəllimi işi görürdü. Yalnız ingilis dilindən dərs deyirdi. Bu qədər kövrək və zərif qızı özündən 2 dəfə hündür olan şagirdlərin olduğu sinifdə təsəvvür etmək çətin idi. Lakin bu, tənbəl tələbələri nizam-intizama çağırmaq lazım gələndə, Zenfirə xanımın bəzən danışdığı o tonda Samirə danışana qədər idi. Doğru deyirsiz, mənim kiçik qardaşım necədir, özünü ələ ala bilibmi? Və onun bizə verdiyi bütün sarsıntılara görə onunla hesab çürütmək üçün o burada nə vaxt peyda olacaq, deyə soruşdu. Ay qızım, bilirsən ki, baş verən qəzaya özünü günahkarlandırırdı, özünü pis hiss edirdi. Hamımız özümüzü pis hiss edirdik, lakin biz bütün respublikanı tüfeyli kimi gəzərək bir-birimizdən qaçmadıq, Samirə hirsləndi. Onu başa düşmək olar. Onu biz öz doğma oğlumuz kimi sevsək də, bioloji valideynləri olmamağımız, övladlığa götürdüyümüzü bilməsi öz işini görür, deyən Vaqif bəy qızının gözündə Qalibi haqq qazandırmağa çalışırdı.
Ona görə də o bu həndəvərdə necə deyərlər gözə dəyəndə, mən ona izah etməyə çalışacağam ki, o da bizim hər birimiz kimi öz vəzifəsi, məsuliyyəti və öhdəlikləri ilə bu ailənin tam hüquqlu müzvüdür və növbəti dəfə harasa yoxa çıxmaq qərarına gələndə əvvəlcə bizimlə məsləhətləşsin, qız sakitləşə bilmədi. Sadəcə də ki, Qalibin zəng vurmasına ürəkdən sevinirsən, Cimfirə xanım gülümsəyərək xahiş etdi. Əlbəttə şadam ana, qadını qucaqlayaraq pıçıldadı. Amma bu heç nəyi dəyişmir. Mən onu tənbih eləyəcəm.